Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz riyaziyyatdan 10 sualdan olacaq. Deməli, birinci sualımız belədir ki, 72663 ədədində neçə minlik var? Baxın, mində bilirik 3 0 var. Mində 3 0 oldu. Deməli, sıfırdan sayı qədər. Çünki deyir ədədində neçə minlik var. Sıfırdan sayı qədər sağdan sola ədəd silirəm. Deməli, qalır burada neçə? 72. Yəni, birinci sualda 72. Digər sualımızda. Düzbucaqlının eni 5 cm, uzunluğu enindən 3 dəfə böyük olarsa. Bir dənə düzbucaqlı var. Baxın, bir dənə düzbucaqlıdır. Bir dənə düzbucaqlıdır. Eni 5'dir. Eni 5'dirsə, düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. Deməli, burada 5'dir. Uzunluğu da 3 dəfə böyük. Yəni 15. 5'i vurdum 3'e 7, 15. Və bunun bu düzbucağın perimetrini istəyir. Perimetr nədir? Bütün tərəflərin cəmi. Yəni 15 üstə 5 gəlirəm. 20, 20-ni 2'yə vururam, eləyir 40. Yəni doğru variant 40. Növbəti sualımız sadə bir tənlişdir. Burada tərs əməliyyat eləyirik. Yəni tərs əməliyyat. Arxadan qabağa bölmədsə biz burada 7-ni 3'ə vurmalıyıq. Sonra burada çıxmadsa, toplamadsa biz bunu çıxırıq. Yəni bu qayda ilə gedib davam eləyirik və burada cavabımız 1 edəcək. Sizlər bunu yazarsınız. Növbəti sualımız. Cavid 6 addım irəli, 2 addım geri getməklə cəmi 80 addım atmışsa, Cavid neçə addım irəli atmışdır? Baxın, burada nə edirəm? Deməli, 6 addım irəli, 2 addım geri gedir. 6'nın üzərinə 2'ni gəldim. Oldu neçə? 8. 8. 80 addım atmışdı cəmi. 80 də bölürəm 8'ə, edir 10. 10 və bu 10'u da vururam nəyə? Bu 10'u da vururam. Neçə addım istəyir bizə? Cavid neçə addım irəlini istədiyi üçün. İrəli neçə addım atırdı? 6 addım. Bu 10'u da vuracam 6'ya, edəcək 60. Yəni doğru variant 60. Növbəti sualımız. Günün keçən hissəsi qalan hissəsindən 5 saat çoxdur. Baxın, keçən hissəmiz var, bir də qalan hissəmiz var. Keçən hissə, baxın, 24 saatı yarıya bölürəm. 12:00-ın keçən hissəyə yazıram. 12:00-da qalan hissəyə. Bizdən indi saatı soruşursa, həmişə keçən hissəni soruşur. Və keçən hissədə də həmişə toplanır. İndi deyir ki, günün keçən hissəsi qalan hissəsində 5 saat çoxdur. İndi saat neçədir? 24 saatı 12'ye böldüm. 12 belə deyim də böldüm 2 yerə. İndi 5 saatı da 2 yerə bölməliyim. 5 saatın da yarısı nə qədər eləyir? 2 saat 30 dəqiqə. Deməli 12:00 üzərinə 2 saat 30 dəqiqə. Niyə üzərinə gəldim? Çünki dedim başlayanda. Baxın, burada işarədə qoydum. Burada. Deməli nə olurdu? Dedim ki, keçən hissədə həmişə toplanır. İndi saatı soruşursa da bizdən toplanır. Və başlayırıq. Buraya yazıram 3. 12 üstədə 2, 14, 30. Deməli, indi saat neçə olar? 14, 30. Növbəti sualımız. Ananın 32, qızın 8 yaşı var. 5 il sonra ana və qızın yaşları cəmi. Baxın, 32'nin üzərinə 8 gəlirəm. 32'nin üzərinə 8 gəlirəm. Olur neçə? 40. 40'ın da üzərinə 10 gələcəm. Niyə? Edəcək 50. Niyə? Çünki 2 nəfər var. Baxın, ana 5 il sonra artırsa, deməli qız da 5 il sonra artacaqdır. Deməli 10 yaş artacaq. 32'nin üzərinə 8 gəlirəm, olur 40 və üzərinə də 10 gəlirəm, olur 50. Növbəti sualımız. 9875 ədədini minliklərə qədər yuvarlaqlaşdırsaq neçə edər? Baxın, minliyə qədər yuvarlaqlaşdırsaq deyir. Minliyə qədər deyir. Deməli, baxın bura qədər, 9'a qədər. Təkidik onlu, yüzdə minlik. 9'a qədər deyir və ədədimiz də budur. Baxın, 9875. Baxın, minliyə qədər deyir. Təklik, onluq, yüzlük, bu da minlik. Yəni 9'a qədər. 9'dan sonra 8 gəlibdir. Deməli, bu 9 bir vayda artacaq, olacaq 10 və bunlar 3 dənənin də yerinə 0 yazılacaq. Yəni 10.000. 10.000. 10.000. Növbəti sualımızda. Ədədində minliklər sinifinin rəqəmləri cəmi. Baxın, minliklər sinifi. Baxın, sağdan sola 3'ü bir sinifdir. Təşkilçilər sinifi. Bu 3'ü də minliklər sinifi. Yəni 568, baxın. Bunlar minliklər sinifidir. Üzr istəyirəm belə. 568 minliklər sinifidir. Baxın. 568. Biraz yaxşı olmadı. 568 minliklər sinifinin rəqəmlər cəmi. Rəqəmlər cəmi nədir? Yəni bunları toplayırıq. 5 üstə 6, 11, 11 üstə 8 gəlirəm, olur 19. Yəni doğru variant 19. Növbəti sualımız. 947 ədədində altından xətt çəkilmiş rəqəmin mərtəbə qiymətləri cəmi. Mərtəbə qiymətləri cəmi belə deyim.
947-də altından xətt çəkilmiş rəqəmi istəyir. Baxın. 947-də. 947. Bizdən nə istəyir burada? Bizdən burada 4-ün deyir. Deməli olacaq nə? 40. Yəni 40. Növbəti sualımızda. Növbəti sualımız belədir ki, deyir ki, katerin öz sürəti 40 km/saat. Baxın, katerin sürəti yazıram. V kater neçə oldu? V kater oldu 40. 40. Çayın sürəti katerin sürətindən 5 dəfə kiçik. Yəni 40-ı bölürəm 5-ə edir 8. V çayı da olur neçə? V çayım da olur 8. Tapdım, 40-ı böldüm 5-ə. Kater çayın axınına 2 saatına qədər yol gedər. Çayın axını ilə, yəni ikisi də eyni istiqamətə gedəcək. Bu zaman nə edirəm? Axın ilə deyirsə, 40-ın üzərinə 8-i gəlirəm. Axın ilə deyəndə toplayıram. Axına qarşılığında çıxıram. Vururam 2-yə. Bu da edir 90, 48, 2, 96.